Hamının maraqla gözlədiyi o sualın izahına baxacağıq. Bəziləriniz cavabı yazmışdı, bəziləriniz izah istəyirdi. Yekun olaraq izah edirəm, diqqətlə qulaq asın. Sualda soruşur, döşəmə üzərində ortoqonal proyeksiyasının sahəsi 1.5 metr kvadratı olan pəncərə layı çərçivə müstəvisinə 30 dərəcə aralanmışdır. Pəncərə layının sahəsini tapın, yəni pəncərə layı söhbət bu hissədən gedir. Ümumiyyətlə biz AD-yə 1x desək, onda DC-yə də 1y deyək. Onda ABCD-nin sahəsi, yəni dördbucaqlı olduğu üçün olacaq S bərabər n vurulsun uzunluq, yəni x vur y. Bu da deyir nə qədərdir sahə? 1,5 metr kvadrat. Buraya yazıram 1,5 metr kvadratı. İndi digər tərəfdən biz buradan belə bir düz xətt çəkirik AD-yə paralel və deməli bura belə desək bir-birinə paraleldir. Bu iki hissə, baxın yaşlı rənglə, yaşlı yox, göy yaxşı olar. Göy rənglə çəkirəm. Bu hissə bir-birinə paraleldir. Bura 30 dərəcədirsə alfam, onda bu bucaqda nə olacaq? 30 dərəcə olacaq. Burada yazıram 30 dərəcə və burada nə alınır? Düzbucaqlı üçbucaq. Bura x-dırsa bu hissə, onda buradan bura qədər də olacaq nə? X. Bura x-dırsa 30 dərəcəli bucaq qarşılar katet hipotenuzun yarısıdır. Onda bu hipotenuzumuz bizdə 2x imiş ki, digər katetim nə olub? X olub. Deməli, bura 2x-dir. Buradan bura qədər y-dirsə, buradan bura qədər də y-dir. Onda bu uzunluğa da yazıram y. Onda bu sahə, pəncərə layının sahəsi olacaq S pəncərə bərabərdir. N vur uzunluq. Bu səfər N 2x oldu, uzunluğu y oldu. Buradan da bizdə x, y hasili bizə nə verdi? 1,5. Onda olacaq 2 vurulsun. X, y-in də yerinə yazıram 1,5. Yekun cavab olacaq 3 metr kvadratı. Yəni doğru cavabımız olacaq C variantı.